Peşəniz sizə çox şey öyrədir. Amma heç düşündünüzmü ki, bu yol, bu peşə sizi nələrdən məhrum edir? Hər peşənin bir öyrətdiyi, qazandırdığı və bir də aldıqları var. Tibb, həkimlik peşəsi sizdən nələri aldı, sizə nələri bəxş elədi? Əlbəttə, yəni bir şeydə həmişə udmaq olmaz. Biz həyatda peşəmizi öyrənmək üçün çox əziyyətlər çəkmişik. Çox çətinliklər çəkmişik, amma həyatda biz belədir, bütün başarılı insanlar gününü düzgün ayarlaya bilər. Amma həkimlik peşəsi elədir ki, həyatın elə %85-90%-ni öz peşənə həsr etməzsən, adaptasiya olmasan, öz peşənin aludəsi olmazsan, burada başarılı olmaq mümkün olmaz. Ona görə də digər şeylərdən artıq bəzi həyat tərzlərindən uzaqlaşmış qala bilirik. Amma bu da bizim peşə həyatımızla bağlıdır. Valla həkimlik mənə təsir eləmir, həkimlik məni yaradır. Yəni Vasif İsmailin yaradılmasında obraz olaraq bəzi şeylərə iştirak edib, o cümlədən də həkimlik. Həkimlik digər peşələrdən bir tərəfi ilə fərqlənir ki, həkimlik praktik olaraq insandan heç nə almır. Məsələn, sağlamlığını alır desək, digər peşələrdə də sağlamlığını almaq məsələsi var. Həkimlik amma digər peşələrdən bir fərqi var ki, bir həkim istədiyi işi görə bilər. Yəni həkimlikdən sonra gedib yazsız ola bilərsiniz. Həkimlərdən yaxşı siyasətçi çıxır, həkimlərdən yaxşı musiqiçi çıxır. Hətta mən Çapa-Tibb fakültəsini qurtarmışam. Orada belə bir deyim var idi ki, Çapadan hər kəs çıxar, arada bir həkim də çıxar. Ona görə də həkimlik məncə insana ən çox azadlıq verən bir peşədir. Mən ona görə bu peşəni çox sevirəm və güclü insanların da bu peşəni seçməyini də həmişə onlara tövsiyə eləmişəm. Doğru buyurursunuz, çox maraqlı sualdır. Həkimlik peşəsi bizə çox şeylər öyrətdi. Amma bizdən aldıqları məndə daha çoxdur. İstirahətimizi yarımçıq qoyduq. Televizorda bir filmi sona qədər izləyə bilmədik. Hətta konsert salonlarını yarımçıq tərk etdiyimiz anlar da oldu. Bir yeməyimizi sona qədər yeyə bilmədiyimiz anlar da oldu. Amma həkimliyin eyni zamanda bizə verdiyi daha dəyərli şeylər də var. Bunların içərisində çoxsaylı, minlərlə insanların sevgisini qazanmaq, onların alqışlarını, onların dualarını qazanmaq, onların gülümsədiyi anları, onların sevinclərini görmək bizə çox ruh verdi, çox yaşamaq eşqi, yaşamaq həvəsi və bizə öz sənətimizi çox sevdirdi. Həkimlər ümumiyyətlə düşünürəm ki, həkimlərin bəlkə də ixtisas içərisində götürsək, həkimlik belə deyil. Həkimliyi bir nöqtədə buraxım, gedim başqa bir ixtisasla məşğul olum. Bəlkə də ən az həkimlər bu işi görə bilirlər. Çünki həkimliyin təhsili sırasında, peşə təkmilləşməsi sırasında həkimlikdən kənar, iqtisadiyyat olsun, maliyyə olsun, siyasət olsun və s. incəsənət bəlkə biraz ola bilər, məşğul olmurlar demək olar ki, onun üçün həkimlikdən asan-asan vaz keçib, fərqli ixtisas dəyişdirdim, artıq bu işlə məşğul olacam, faiz etibarilə çox azdır. Çünki həkimlik bəlkə bizdən onu götürür, bəlkə bizdən digər peşələrə yiyələnmək, paralel olaraq ikinci, üçüncü ixtisas, fərqli sahədə belə deyim, mütəxəssisləşmə bəlkə şansını alıb əlimizdən ki, zamanla məcburuq ancaq həkim işləməyə. Bu həkim ola bilər, nəzəri həkim ola bilər, təcrübə həkim ola bilər, səhiyyə təşkilatçısı ola bilər. Yenə də həkimlikdən ayrılan insanlar bir şəkildə səhiyyənin içində olur. Məncə bizdən onu götürüb, kənar ixtisaslardan çox da professional şəkildə məşğul olur, fikrimizi ani dəyişə bilmirik. Nə verilib, nə qatıb bizə? Təbii ki, həkimlik insanlarla çox ünsiyyətli olmaq, xəstələrlə çox xəstə tanımaq, çox xəstələri sevindirmək və bu xəstələrin çoxunun maddi mənəvi təşəkkürünü almaq, belə deyim. Müəyyən bir məclisdə, müəyyən bir mühitdə, bəzən müəyyən bir istirahət yerində belə xəstələrimizi görürük və bizə çox xoş olur. Bu xəstələr yaxınlaşıb bizə görüşərkən bizə, yaxınlarımıza, belə deyim, məmnunluq yaradır. Bizə yəqin ki, bunu bəxş edir. Yəni gözləmədiyimiz bir anda, gözləmədiyimiz bir anda gələn xoş bir görüş təsadüfən bizə çox böyük bir bəzən xoşbəxtlik verir. Yəqin ki, bizə qatdığı ən böyük əlavə dəyər budur. Təbii ki, mən bayaq dedim, hər bir şeyə biz zaman ayırmalıyıq, idmana da, kitab oxumağa da. Çünki həkim hər gün kitab oxumalıdır, mütaliə eləməlidir və musiqiyə qulaq asmalıdır və dostlarla oturmalıdır. Burada bizim udduğumuz bir şey odur ki, və biz işlədikcə, xəstələrlə, pasiyentlərlə çox işlədikcə təcrübəmiz çox böyük artır. Amma bizim itirdiyimiz nədir? Hətta olur ki, bəzən ailəmizə, biz evladlarımıza, ailəmizə, doğmalara o vaxt ayırmırıq.
ayıra bilmirik təbii ki. Olur ki, elə bir yaxın adamın tədbiri olur ki, ya adı günümü, ya toyumu biz o məclisin sonuna gedib çıxırıq. Yəni bəzən burada insan özün qınayır. Gəncliyimizi aldı. Heç bir əyləncəmiz olmadı. Yəni bütün bizim belə deyim, gənclik dövrlərimizdə olan o həm yaşlılarımızın keçirdiyi o əyləncələri, o istirahəti, o dincələri biz dincəlməyi biz görmədik. Yuxusuz gecələrimiz oldu. Hədəfə çatmaq üçün, məqsədə çatmaq üçün çox çalışdıq. Düşünün, dünyada ən çox bal toplayanlar, ən universitetlərə qəbul olmaq üçün qəbul olunanlar həkimlərdirlər. Həkimlər dünyanın ən intellektual səviyyəli və intelligent təbəqəsidir. Heç bir sənət sahib həkim qədər oxumur. Bu həkimliyin bizə qazandırdıqları insanlar tərəfindən hörmət, xəstələrdən təşəkkür, minnətdarlıq. Biz özümüzü öyrənirik, özümüz üçün oxuyuruq. Bu bizim sənətimizdir, işimizdir. Amma təbii ki, heç bir şey qurbansız olmur. Bizdən aldıqları bizim gəncliyimiz, əyləncəmiz bir çox sahələrdən özümüzü məhrum etməyimiz oldu. Amma mən bunu təəssüflənmirəm, çünki bu yolu gəlməyə dəyər. Heç kəs bizdən xahiş etməyib ki, həkim olun. Biz bunu sevərək seçmişik bu sənətimizi. Bu baxımdan hər bir işdə təbii ki, qurbansız olunur və buna dəyər.